Azərbaycanda yəni efirlərdəki olan biabırçılıqla bağlıdır. Biz buna bir neçə dəfə toxunmuşuq. Yenidən qayıtmaq məcburiyyətindəyəm. Yəni bunları prezident aparatdan çağırdılar. Bunlara deyirlər ki, bu cür düşüklikləri yığışdırın. Çox təəssüf ki, həmin kanalın rəhbərliyi onlara verilən canlı efir vaxtını azaltdılar. Hətta birindən götürdülər, o birisinə verdilər. Yəni ailə padaratına keçiblər. Sözüm onda deyil, amma bunların çox ağır nəticələri yavaş-yavaş özün göstərir, göz qabağındadır. Yəni əynini geyinib efirə çıxanlar, yəni efirdən Ulu Məhərrəmli demişkən üfunət bunlar gündəmə gətirirlər. Hanı bəs bizim Mətbuat Şurası? Bunlar nə ilə məşğuldur? Niyə bu məsələlərə baxmırlar? Nə olsun ki, onlar puldan ötəri hər cürə addımı atırlar. Amma bu yol verilməz bir məsələdir. Mən xahiş edirəm, bunu bir də diqqətə almaq lazımdır. Yəni, bu adamların abrı həyası yoxdur. Bunlar elə bil ki, ermənilərlə döyüşdən qalib çıxmış Azərbaycan ordusu timsalında özlərini təqdim edirlər ki, yəni bax, biz hələ varıq. Amma siz bəli, efirdə varsınız, amma millətin arasında yoxsunuz. Millət sizi qəbul eləmir. Yəni, özünün əxlaqı olmayan, ailə ölçülərini bilməyən, ölkədə hər cür tərbiyəsizi, əxlaqsı yayan adamlar öz millətinin adamı ola bilməz. Yəni, məşhur yazıçılar olsun, çox ağıllı bir fikri var. Deyirsən, həqiqətidir, həqiqətin yanında ol. Ən azı sənin başa düşməsələrdə öz vicdanın qarşısında sən sakit olacaqsan. Çünki bunu demisən. Yəni, bizim ziyalıların da mövqeyi budur ki, ziyalı sözü. Hər gün deyirik ki, bizə ziyalı sözü, ziyalı məsləhəti, ziyalı tövsiyəsi lazımdır. Mən inanıram ki, bizim ziyalılar danışandan sonra bəzi dar düşüncəli, cahillər, yəni bu tənqidi, təhqiri yox, tənqidi qəbul etməyənlər ziyalılara yuxarıdan aşağı baxır və deyirlər, köhnə fikirlər, köhnə adamlar, qədimi adamlar, qədimi kişilər, naftalini verənlər belədir də. Bax, müraciət edir Teleradio Şurasına, nə bilim, Mətbuat Şurasına, elə Jurnalistlər Birliyi var, hər il pul yığırlar, nə bilim, digər təşkilatlar var, belə ictimai təşkilatlar da var, belə dövlət qurumları da var ki, hansı ki, televiziyaları nəzarətdə saxlamalıdır ki, bu xoşa gəlməyən adamlar, qadınlar, ən çox qadınlardan gedir söhbət. Bu müğənniciklər efirə çıxmasın. Çünki bunlar bizim əxlaqımıza, bizim deyəndə ki, biz daha nə edək ki, gələcək üçün bizim uşaqlar var, övladlarımız var. Onların əxlaqını qorumaq üçün, onları gələcək üçün sığortalamaq üçün biz çalışırıq ki, bu müğənniləri görməsin. Bunların önünə pərdə çəkmək istəyirik. Təəssüf ki, bizim pərdəmiz kətandan olmur, tüldən olur. O gənclər, o uşaqlar, o yeniyetmələr bunları görür. Bax, mən deyirəm ki, bax, adı, indi bizim ziyalımız Mətbuat Şurasının adını çəkdi, bizim televiziya və radio, teleradiomuz var, bizim, nə bilim, digər nələrimiz var da. Məsələn, heç nə demirəm, elə Jurnalistlər Birliyimiz var ki, ora hər adamı da üzv etmirlər. Yox. Bura hər adam, hər jurnalist üzv ola bilməz. Nə işlə məşğulsuz? Bir dəfə çağırış edin, bir dəfə iradınızı bildirin. Ona görə bu müğənnilər var, onların hər birisini, bir neçəsini. Mən çox arzu edərəm ki, bu mənim tövsiyəmdir. Bunları aparasız, məhz onların rəhbərinin yanında qoyasız bir arxalarını çevirsinlər onlar. Məsəl üçün, o müğənnilər var, bizə arxalarını çevirirlər, acıq verirlər. Bir arada deyirlər ki, arxamca danışan öz arxasını göstərir. Yəni ki, oramı yiysin, üzr istəyirəm ifadəmə görə. Ona görə də, bax, bunları bu müğənnilər, hansı ki, arxalarını çevirirlər, bax, biz ümid gözləyirik, biz bir gözləyirik ki, bax, çıxış yolu olmalıdır, irad bildirməlidirlər, nə eləmə, onlar etmirlər də. Çünki o edən adamlar susur. Deyir ki, burada heç nə pozulmayıb, heç bir hal pozulmasına rast gəlməmişik. Halbuki bir adam ki, bir müğənni ki, arxasını kamera çevirib oxuyursa, bu elə hal pozulsudur.
dilimdə aləmi qatdım bir-birinə. Arzum budur, tövsiyəm budur ki, arxaları yekə olanları məhz onların yanına, qarşısına göndərək ki, onlar orada oxusun, onlar da onların arxasına baxsın. Çünki heç kim ziyalı sözünü eşitmək istəmir.